Bu insanların hayatıdır. Seni adalete çağırırım. Millete yazığın gelsin. Artık kurbanlar da var. Ölenler var Ebu Ziyad. Bu olanlara göre o dünyada sen de, ben de cevap vereceğiz. Sen bura məni itham eləməyə gəlmisən. Elə bilirsən mən Allah adamı, mümin bir müsəlman adam öldürürəm? Hə? Amma sənin xütbələrin ölüm fetvası kimi səslənir. Cəmaatın öz əxlaqını qorumağa ixtiyarı var. Bu onların haqqıdır. Mənsə bir axund kimi dinimizi, şəriətimizi qorumaq borcumdur. Heç kim cəmaatın əxlaqını əlindən almaq fikrində deyil axundur. Ay hacı, vallahi sənə yazığım gəlir. O qədər dəyişmisən ki, heç nəyi başa düşə bilmirsən. Elə bilirsən, Allah yolundasan. Bu urusun, murdar çirki səni o qədər içindən yiyib, münafik olmuşsan. Qəlbin mühürlənib. Bunu qəbul elə. Əl çək bizim evlatlarımızdan. Mən və mənim kimi insanlar İslam əxlaqını qoruyur. Kimdən qoruyursa, nədən qoruyursa, sən onların gələcəklərini əlindən alırsan. Bu yazıq, nadan adamlar kör-körane sənin kimlərin fətvalarına uyub şər işlər görürlər. Kör-körane, şər, estağfurullah. Baş verənlərin mənə aidiyyatı yoxdur hacı. Cəmaat özü bilir neyniyir. Hər müsəlmanın təqlid elədiyi müştəhid var. Elə mənim də təqlid elədiyim çox nüfuzlu, şöhrət sahibi, söz sahibi olan müştehidim var. İnşallah ki, cavan nəsil də mənə təqlid eləyəcək. Lap yaxşı. Düz deyirsən Ebu Ziyad. Qoy sən deyən olsun. Yaxşı. Xudahafiz. Hacı, bu zənciri heç kəs qıra bilməz. Eşidirsən? Bu həmişə belə olub, belə də olacaq. Bunu heç kim dəyişə bilməz. Heç kim bunu dəyişə bilməz. Mən hələ qaydazam. Heç kim.